Sumqayıtda piyadaların və sürücülərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yollara bu cür məhəccərlər quraşdırılır. Hal-hazırda işlər şəhərin Sülh prospektində həyata keçirilir. Mərhələli şəkildə isə digər ərazilərdə də məhəccərlərin quraşdırılması nəzərdə tutulub. Sumqayıt şəhərində nəqliyyatın və piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Son günlərdə şəhərin Sülh prospektinə müasir tələblərə cavab verən metal məhəccərlərin quraşdırılmasına başlanılıb. Məqsəd həm piyadaların, həm də sürücülərin təhlükəsiz və nizamlı şəkildə hərəkətini təmin etməkdir. Görülən işlər çərçivəsində sakinlər yalnız müəyyən olunmuş piyada keçidlərindən istifadə edəcəklər. Bu isə yollarda nəqliyyatın fasiləsiz axınını təmin etməklə yanaşı, qəza risklərini də minimuma endirəcək. Xüsusilə məktəb və uşaq bağçalarının yaxınlığında, ticarət mərkəzləri və sıxlıq müşahidə olunan ərazilərdə bu cür tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir. Quraşdırılan məhəccərlər həm də şəhərin estetik görünüşünə əlavə gözəllik qatır. Müasir dizayna malik bu qoruyucu sədlər vətəndaşların rahatlığı üçün nəzərdə tutulub. Yol boyu gediş-gəlişin intizamlı şəkildə tənzimlənməsi, sürücülərin gözlənilməz vəziyyətlərlə üzləşməsinin qarşısını almağa kömək edəcək. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bu tədbir bir daha sübut edir ki, şəhərdə vətəndaşların təhlükəsizliyi prioritet istiqamətlərdən biridir. Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.